Qiymətli. Emini yığdım, o da çatmır demə. Bura Bərdədir, bəli. Oliqarx Timan. Özü oliqarxın maşın təkər deyiləm mən. Oliqarxlıyıq. Az qiymətlə bağlı ki, restoranın menüsünə gir bax da. Evet. Burada. Evet. Limiti keçmişəm. Sağ olun, şansınız. Limit nə qədər? 5 dəfə. Göndermiş. Bir neçə nəfərlə danışmalıyım uşaqlar. Canlı bağlayandan sonra bir onları yığacağım. Yaxınlarınız adına. Mahnı adam başını ağrıyır deyəndə hər restoran öz konsepti var dedi. Sən başın ağrıyır, biz ona ağıraq. Çox doyumludur, mən qutaramıram yəni. Mən doydum, qutarmadım. Salatım yoxdur. Mən yedim, doydum, qutarım, et qaldı burada. Paket eləyəm, bu evə çatana kimi iylənəcək. İylənəcək, çöldə 45 dərəcə isti var. Özümdəki bu dəqiqədə getmirəm hələ. Dükana zada gedəcəm. Azər poçta çıxmışdım. Poçta gəlmişdim. Kargo gəlib mənə. Kofe Muza restoranı, kafesi.
Yemək dadı bəyəniz? Hə, çox gözəldir. Sos. Sağ amma çoxdur da. Bir nəfərdir. Yalandan prim üçün yanına getmişdim. Yo, ne alaka? Gittim dedim, qayıtdım da. Büyük o da mənim anamın yanına gələrdi, prim üçün gələrdi, amma bir dəfə gələrdi. Mən də getdim, dedim, qayıtdım da. Bu qədər, yəni bundan artıq nə eləyə bilmərəm. Başa düşdünüz? Əməliyyat olub çıxanda qeyb ziyarət eləyərəm. Bu kadar. Heç kimin mən saymasına ihtiyac yoxdur. Mənim anamı bir dəfə saysınlar, nabes edir. Mənim üçün bu milyardlardan da dəyərlidir. Çox oldu, getmir ya uşaqlar. Yiyəmirəm. Yeməyin adı şirəli dana. Bir 2-3 günə qayıdacağım. Biraz taco yeməyəm. Menüdə vardı, istədim taco yeyəm. Dedim, qoy bunu yiyeyim, gör. Çok doydum. Sen senin pis gününde yanında olmadı. İşte ne kadar o da hilet daha. Her bir xəsiyyət, hər bir xəsiyyəti var. Mənim xəsiyyətim də can yandırmaqdır. Görün nəsə içeyim, kofedən zaten yoxsa durum gedim. O yer çoxdur, yer bilmədim. Çox sağ ol, yaxşı olaq. Sağ ol. Ardadır, kofi muz var. Mən çalışmayınca çıra bilmirəm. O vaxtda bura gül dükanı idi, gəlib buradan gül alırdım. Həmişə, buradan başqa içərdən gül alırdım. Burada bir oğlan işləyirdi, muskullu oğlan idi. Həmişə gəlib ancaq ondan güllər alırdım. Yadınıza düşür, mənim bir tane ağ gülüm var idi verən. Onu burada yığdırmışdım. Onu neynədim mən, dəsən köşənə verdim onu. Salam. Bərdədəyəm. Ne gidin? Şirəli dana.
Plus çoxdur, bu 2 nəfərlik yaxşıdır məncə. Bir nəfərlik deyil. Bu yeməyin qiyməti neçədir? Girirsən Instagrama, yazırsan Coffee Muza. Orada menüsünü tapırsan, qiymətlərə baxırsan. Belə desən nə olar ki? Olmaz da, düzgün deyil, ayıq. Sağ ol. Hoş geldiniz. Hoş geldiniz. Sözün düzünü yazan səssizə getmir. Bizə sərf eləməyən şey, manipulyator sözləri atırıq səssizə. Bizə sərf eləməyən sözü nə edirik? Biz nəyimizə lazımdır bizim? Ya oxumuruq, ya cavab vermirik. Və yaxud da ki, manipulyator sözləri atırıq səssizə. Çay içmək istəyirəm. Başqa, mən doydum. Hə, çox gözəl, sağ ol. Şeydir. Təhqir yazdım mən. Mənim canımda o vaxt 50 nəfər olanda niyə mənfi sözlər yox idi? Şok hadisələr.